Ümumiləşdirici tapşırıqlar. BY parçası BDS üçbucağının, yəni burada gəlin üçbucaqları ayıraq. BDS. Bax bu üçbucağımız. BY parçası BDS üçbucağının, BD parçası isə ABY üçbucağının. Bunu da başqa bir rənglə qeyd edək. Bax bu üçbucağımız ABY üçbucağının medianıdır. Deməli median desə bizə qeyd edək. Bax BD bunun medianı olduğuna görə bununla bu parça bir-birinə bərabərdir. Digərində də bax buradan BCD üçbucağımızda indi bununla bu da bərabərdir. Deməli bunlar üçü bir-birinə bərabər oldu. BDY üçbucağı bərabər tərəfli. Bərabər tərəflidirsə onda bunlar da bir-birinə bərabər oldu. Yəni biz burada bir xətt qoymuşduq deyə bunlara da bir xətt qoyuruq. ABC üçbucağı isə bərabər yanlı üçbucaqdır. Yəni böyük üçbucağımız da bərabər yanlıdırsa, onda onun yan tərəfləri bərabərdir. Bunları da fərqləndirmək üçün 2 dənə xətt qoyduq. Yəni AB və BC tərəfləri bərabər. Aynurun fikri doğrudurmu fikrinizi əsaslandırın. ABD üçbucaq ABD deyir CB kongruentdir. CBY üçbucağı kongruent. Gəlin baxaq. Bax burada bir xətt burada, bir xətt burada. Bunda da bir xətt və 2 xətt. Yəni 3 tərəfi bərabərdir. Biz də bilirik ki, TTT əlamətinə görə bir üçbucağın 3 tərəfi digər üçbucağın 3 tərəfinə kongruentdirsə, bu üçbucaqlar kongruentdir. Ona görə Aynurun fikri doğrudur. Doğru fikirləri müəyyən edin, fikrinizi əsaslandırın. Müstəvidə 2 müxtəlif düz xətt kəsişmirsə, onda bu düz xəttlər paraleldir. Bəli, kəsişməyən 2 düz xəttlərə paralel düz xəttlər deyilir. Bu doğru. Düz xətt üzərində olmayan nöqtədən bu düz xəttdə bir perpendikulyar çəkmək olar. Bəli, bu düz xətt üzərində olmayan nöqtədən buna bir və yalnız bir perpendikulyar. Çünki başqa bir düz xətt çəksək, o artıq hər hansı bir bucaq əmələ gətirəcək, alınmır. Yalnız bir dənə, bax bu perpendikulyar düz xətti çəkmək olar. Yəni 90 dərəcəli bucaq əmələ gətirsin. Bu da doğru. Uyğun bucaqları bərabər olan üçbucaqlar kongruent olmaya bilər. Bəli, çünki bizim 3 dənə kongruentlik əlamətimiz var idi. Tərəf və ona bitişik 2 bucaq, tərəf və ona bitişik 2 bucaq olmalıydı və ya tərəf və ona bitişik 2 bucaq və ya 2 tərəf və onlar arasında qalan bucaq. Bu şərtlər ödənməli idi ki, bu üç bucaqlar kongruent olsun. Çünki məsələn biz, deməli, olmaya bilər bu fikirdə doğrudur. Baxın, 30 dərəcəli bir bucaq çəksəm, bunun tərəfini bu qədər qeyd edirəm. Və bunun biz tərəfini, çünki bunun tərəfləri başlanğıcı var, sonu yox idi. Bunları uzatsaq, yenə 30 dərəcəli bucaqdır. Lakin bax, bunun qarşısında bir tərəf belə kiçik olar. Bunun qarşısında dayanan bir tərəf böyük də ola bilər. Ona görə bucaqları bərabər olan üç bucaqlar kongruent olmaya bilər. Bu doğrudur. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar kongruent. Bu fikir kongruentdir. Axı biz demişdik, yəni kongruent olmaya da bilər. Uyğun tərəf perpendikulyar olan bucaqlar ya kongruent edir, ya da cəmi 180 dərəcəyə bərabərdir. Məsələn, mən belə bir bucaq, bu bir bucağım, bir buna perpendikulyar, bir tərəfi də buna perpendikulyar çəkərəm. Gördünüz, burada kör bucaqdır, burada isə iti bucaqdır. Yəni bunlar kongruent olmadılar.
Deməli, bu fikir yanlışdır. Üçüncü məsələdə məhsulu tapın. Burada baxırıq, uyğun bucaq yoxdur, daxili bir tərəfli yoxdur, çarpaz yoxdur. Biz nəsə bunları uyğunlaşdırmalıyıq. Bu 2x-dırsa, bax bu paralel, bu da paralel oxlarla göstərib. Bununla bu bucaq bir-birinə bərabərdir, çünki uyğun bucaqlardır. Və bu iki bucaq artıq qonşu bucaq oldu. Bilirik də ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Buradan 3x bərabərdir 120 dərəcə, x da bərabərdir 40 dərəcə. İkinci şəkildə yenə bu A bura uyğundur. Ona görə burada A olar. Onda 5A minus 60 bunlar qonşu bucaqlar oldu. Qonşu bucaqların cəmi də 180 dərəcədir. 6A bərabərdir 180 üzərinə gəl 60 olacaq. 6A 240, A da bərabərdir 40 dərəcə. C bəndində baxırıq, bu bucaqla bu bucaq uyğundur. Uyğun bucaqlar isə bərabərdir. Yəni 40 üzərinə gəl 2B. Mənfi B minus 2B 40 yerində qaldı, minus 70. Mənfi 3B bərabərdir mənfi 30, B də bərabərdir 10 dərəcə. Bu şəkildə elə bir hallara baxaq ki, orada ya uyğun bucaqlar əmələ gətirək, ya daxil. Bax, bu bucaqla bu bucaq uyğun bucaqdır. Deməli, burada 3y-dir. Bunlar isə xarici bir tərəfli bucaqlardır. Xarici bir tərəfli bucaqların cəmi də 380-dir. Yəni 3y üzərinə gəl 95 üzərinə gəl 2y 180 dərəcə. Buradan 5y bərabərdir 85 dərəcə, y də bərabərdir 17 dərəcə. Nömrələnmiş bucaqların dərəcə ölçüsünü tapın. Bu 70 ilə 1 daxili bir tərəfli bucaqlardır. Onların cəmi 180 olmalıdır. 180-dən 70-i çıxdıq, bura 110. 1 ilə 2 isə uyğun bucaqdır. Ona görə də burada olacaq 110 dərəcə. Demək, 48, 50. Əvvəlcə toplayaq, bu bucağı tapaq. 48 ilə 180-dən çıxırıq bu ikisinin cəmini. Yəni 180 minus 98. O da bərabərdir 82. Buranı tapdıq 82 dərəcə. Deməli, bucaq 2 də bununla uyğun olduğuna görə burada olur 82 dərəcə. Bucaq 1 də 50 ilə daxili bir tərəfli olduğuna görə bucaq 1 isə olacaq 130 dərəcə. Bucaq 3 ilə 120 daxili bir tərəflidir. Bunların cəmi 180 olmalıdır deyə bura 60 dərəcə olacaq. Bucaq 2 ilə bu 120 dərəcə uyğun bucaqdır. Ona görə bucaq 2 olur 120 dərəcə. Bucaq 1 ilə 70 daxili bir tərəflidir. Onların cəmi 180 olmalıdır. 180-dən 70-i çıxdıq 110. 4 ilə 7 isə uyğun bucaqlardır deyə burada olur 70 dərəcə. Burada paralel oldu. Bu 90 dərəcədir. 5 də 90 dərəcə olacaq. Daxili bir tərəfli bucaqlardır. Bura 90 dərəcə. 1 ilə bu 5 uyğundur deyə 1 də oldu 90 dərəcə. 2 ilə 4 daxili bir tərəflidir. Ona görə 180-dən çıxırıq 122, 58. Bura oldu 58 dərəcə. 4 ilə 3 uyğun bucaqlardır deyə 3 də olur 58 dərəcə. 2 ilə 122 uyğun bucaqdır deyə 2 də olur 122 dərəcə. Növbət 5-ci. ABC və DBC konqruent üçbucaqlardır. CDF deməli, biz bilirik ki, konqruentdirsə, bizdən nə istəyir? CDF bucağının CDF bu bucağın dərəcə ölçüsünü. Bilirik ki, konqruent üçbucaqlarda
Yəni üçbucaq A, B, C kongruentdir üçbucaq D, B, C-yə. Buradan bucaq A kongruentdir bucaq D, bucaq B kongruentdir bucaq B-yə, bucaq C də kongruentdir bucaq C-yə. Yəni A bucağın, biz D bucağını tapmaq üçün A bucağını tapmalıyıq. A da üçbucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. 40 üzərinə gəl 120 üstə gəl x 180 dərəcə. Buradan x-i tapsaq 160, bu 20 dərəcə. Buranı tapdıq 20 dərəcə. A ilə də D kongruent olduğuna görə bura olur 20 dərəcə. CDF isə onun qonşu bucağı olduğuna görə olacaq 160 dərəcə. Məchulu tapın. Bu 90-dırsa, qonşusu da 90 dərəcə olacaq. Deməli, yerdə qalan bu iki bucağın cəmi 180-dən bu 90-ı çıxdıq. Bu ikisinin cəmi də 90 olmalıdır. Yəni, x üstə gəl 2x 90, 3x 90, x da bərabərdir 30 dərəcə. Burada bu işarələri göstərir, bərabərdir. Bərabər yanlı üç bucağın oturacağına bitişik bucaqlar bərabərdir. Yəni, A bucağı bərabərdir bucaq C-yə. Buradan da yazarıq 50 bərabərdir 3x minus 10-a. 50 üzərinə gəl 10 bərabərdir 3x, 60 bərabərdir 3x, x da bərabərdir 20 dərəcə. Tənbölən olduğuna görə bilirik ki, tənbölən bucağı tən yarıya bölür. Yəni 2x üzərinə gəl 30 bərabər olur 5x. Buradan 2x minus 5x bərabərdir mənfi 30, mənfi 3x mənfi 30-a, x da bərabərdir 10 dərəcə. Bu işarəni qoyubsa, demək bunlar BD mediandır və bunlar bir-birlərinə bərabərdirlər. Yəni 2A bərabərdir 3A minus 10-a, 2A minus 3A bərabərdir mənfi 10-a, mənfi A mənfi 10-a, A da bərabərdir 10-a. 7. Yan tərəfləri 5, oturacağı 6. Bərabər yanlı 3 bucaqdır. 5, 5, 6. Bu 3 bucağın oturacağına çəkilən hündürlüyün uzunluğunu tapın. Siz bunu qurma vasitəsilə yerinə yetirərsiniz. Və bunu görəcəksiniz ki, bunun ölçüsü 4 cm. Əgər 4 cm almışsınızsa, deməli qurmanı düzgün yerinə yetirmişsiniz. 8. Tələb olunan bucaqlı dərəcə ölçüsünü tapın. A, C, B. A, C, B. Yəni biz buranı tapmalıyıq. Bununla bu qarşılıqlı bucaq olduğuna görə burada 3B olacaq. ABC üçbucağının daxili bucaqlarının cəmi 180 olmalıdır. Yəni 40 üzərinə gəl, B üzərinə gəl, 3B 180 dərəcə. 4B bərabərdir 180 minus 40. 4B bərabərdir 140. B də bərabərdir 35. Bizdən tələb olunan ASB isə 3B olduğuna görə 3 vurulsun 35, o da bərabərdir 105 dərəcə. KLN, yəni bizdən bu bucağı istəyir. Bura 90 olduğuna görə, deməli bu ikisinin cəminə 90 dərəcə qalır. Çünki ümumi 180 olmalıdır. A üzərinə gəl 5A 90, 6A 90, A da bərabərdir 15 dərəcə. Bu isə 5A, 5-i 15-ə vurduq, 75 dərəcə. KLN də bunun qonşusu olduğuna görə 180-dən 75-i çıxırıq, 105 dərəcə. C bəndində biz buranı da belə uzatsaq, bu ikisi paralel olduğuna görə bu bucaqlar uyğundur. Yəni burada x olacaq. Bu x olduğuna görə burada x olur. Çünki qarşılıqlı bucaqlardır. Bu bucaqla bu bucaq qarşılıqlı bucaqdır. Onda ABC üçbucağının daxili bucaqlarının cəmi 180 olacaq. Yəni 50 üzərinə gəl x, üzərinə gəl x üstə gəl 50, 180 dərəcə. 2x üzərinə gəl 100 dərəcə, 180 dərəcə, 2x bərabərdir 80 dərəcə, x bərabərdir 40 dərəcə.
Bizdən istəyir BCD buranı. Bu da x-in qonşusu olduğuna görə olacaq 140 dərəcə. Bir də FYD buradakı bucağı istəyir. Bura 40, burada 40 dərəcə. Daxili bucaqların cəmi də 180 olduğuna görə 40, 40, 80. Burada qalacaq 100 dərəcə. DYF üçbucağının bütün bucaqlarının ölçülərini və tərəflərinin uzunluğunu tapın. Bu işarəni qoyduğuna görə bildik ki, bu bərabər yanlıdır. Bərabər yanlı üçbucağında oturacağına bitişik bucaqlar bərabərdir. Onda biz yazarıq x üstəgəl x üstəgəl 60, 180 dərəcə, 2x bərabərdir 120 dərəcə, x da bərabərdir 60 dərəcə. 60 dərəcə, burada oldu 60 dərəcə. Demək ki, bu bərabər tərəfli üçbucaq imiş. Bunun da bütün tərəfləri bir-birinə bərabər olur. Həm də əvvəlcədən bərabər yanlıdır. Yanlar bərabərdir. 2a minus 8 bərabərdir. A üzərinə gəl 10. 2a minus a bərabərdir. 10 üzərinə gəl 8. A bərabərdir 18. Bucaqlarını tapdıq. Üçü də 60. Yəni bucaq D bərabərdir. Bucaq Y bərabərdir. Bucaq F 60 dərəcə. Tərəflərin də üçü bərabərdir. DY bərabərdir. YF bərabərdir. DF. O da bərabərdir. Birini götürək. A üstə gəl 10. A-nı da tapdıq. 18 üzərinə gəl 10. 28. Deməli, tərəflər 28. Bucaqları isə 60 dərəcə oldu. KLM üçbucağının bucaqlarının dərəcə ölçülərini tapın. Burada işarə qoyub bərabər yanlı olduğunu göstərir. Deməli, burada oturacağına bitişik bucaqlar bərabər. Bu da 2x-dir. Bu 2x ilə 4x üstəgəl 60 isə qonşudur. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Buradan 6x bərabərdir 120 dərəcə, x da bərabərdir 20 dərəcə. KLM bizdən bu bucağı istəyir. Bura oldu deməli 40 dərəcə. Buranı da tapdıq 40 dərəcə, 40, 40, 80, 180-dən də 80 çıxdıq, bura qaldı 100 dərəcə. Yəni KLM bucağı, üçbucağının bucaqlarını istəyir bizdən 40, 40 və 100 dərəcə. 11. Tələb olunan bucaqların dərəcə ölçülərini tapın. AMC üçbucaqda 180 dərəcə olmalıdır. 70 ilə 40, 110. Burada qaldı 70 dərəcə. Bizdən istəyir deyir. AM tənböləndirsə, deməli burada 40 dərəcədir. BAM. Bura olur 40 dərəcə. Bir də BAC bucağını ümumi bucağı istəyir. Bu da olur 80 dərəcə. Yəni bizdən C-ni istəmirdi. Tapmağa ehtiyac da yox idi. CL hündürlük olarsa, hündürlükdürsə bura bir dənə düz bucaq qoyuruq ki, yəni bura 90 dərəcədir. İndi bizdən istəyir LCB, LCB, yəni bu bucağı, bir də ACB, ACB ümumi bucağı istəyir. Bura 90'dırsa, bununla bu sual işarəsi qoyduğumuz hissədə 90 olmalıdır. Yəni 90'dan 36'nı çıxırıq. 54. Buranı tapdıq 54 dərəcə. Deməli, LCB oldu 54 dərəcə. Bir də ACB-ni istəyir. Bu da yəni 54 üzərinə gəl 28, 82 dərəcə. Burada deyir, BD median olarsa, mediandırsa bununla bu bir-birinə bərabərdir. BDA, BDA, bu bucağı istəyir bizdən. 180-dən bu 2 dənə 58-in cəmini çıxırıq. O da bərabərdir 180 minus
116. Bu da 64 dərəcə. Buranı tapdıq 64 dərəcə. Deməli BDA bu oldu 64 dərəcə. Bir də bizdən istəyir ABC-ni. ABC-ni. ABD üçbucağı bərabər yanlı üçbucaqdır. Yəni AD ilə BD bir-birinə bərabər olur. Sonra burada da DC də BD-yə bərabər olduğuna görə BDC üçbucağı da bərabər yanlıdır və onun da bu bucaqları, bu C bucağı ilə bu bucaq bir-birinə bərabər olmalı. Bu C bucağını tapmaq üçün 164-ün qonşusu və ya da bax buna bir x desək, bu da x. BDC üçbucağının bu 64 xarici bucağıdır. Üçbucağın xarici bucağı da ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Onda x bərabər olur 32 dərəcə. Bura 32, bu da 32. Bizdən isə istəyir A, B, C ümumi. Yəni bu da olacaq 58 üzərinə gəl 32, 90 dərəcə. Və ya 180-dən 64-ü çıxıb buranı tapardıq. Sonra da o həmin aldığımız bucağı çıxıb 2 hissəyə bölüb 32 tapacaqdıq yenə də. Suallara cavab. Uyğun tərəfləri perpendikulyar olan iki bucağın cəmi 160 dərəcədir. Biz də bilirik ki, uyğun tərəfi perpendikulyar olan bucaqlar ya kongruentdir, ya da cəmi 180-dir. Deməli, iki bucağın cəmi 160-dırsa, bunlar ancaq bir-birinə kongruent ola bilər. Çünki 180-dən kiçik oldular. Bu bucaqlar ona görə bərabər olacaq. Biz də 160-ı 2-yə böləndə 80 dərəcə olur. Uyğun tərəfləri paralel olan bucaqlardan biri digərindən 20 dərəcə böyükdür. Yenə də uyğun tərəfi paralel olan bucaqlar ya kongruentdir, ya da onların cəmi 180. Əgər biri digərindən 20 dərəcə böyükdürsə, 1x, 1x üstəki 20. Onda bunların cəmi 180 olmalıdır. 2x bərabərdir 160 dərəcə, x da bərabərdirsə, bu bucaqlar neçə dərəcədir? Deməli, biri 80 dərəcə, biri də 100 dərəcə. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar 2-3 nisbətindədirsə, demək bunlar bir-birinə bərabər deyil. Bunların cəmi 180 olmalıdır. 180 dərəcə. Buradan 5x 180 dərəcə, x da bərabərdir 36 dərəcə. Deməli, 2-ni vurduq 30-a, biri 72 dərəcə olur. 3-ü də vurduq 36-ya, biri isə 108 dərəcə. 13. AD parçası ABC üçbucağının tən bölənidirsə, deməli, burada 60 dərəcə olacaq. DY parçası isə ADC üçbucağının tən bölənidir. ADC, yəni bu bucaqla bu bucaq bir-birinə bərabərdir. AYD, AYD bucağı. Bizdən istəyir bu bucaq. Böyük üçbucaqda bura 40 dərəcə, A bucağı 120 dərəcə. Biz buradan C bucağını tapa bilərik. Və ya da C bucağını tapsaq 120, 40, 160 bura qalır 20 dərəcə. Və ya bizə bax burada A, B, D üçbucağında 60, 40, 100 bura olacaq 80 dərəcə. Digər bu hissəyə qalır 100 dərəcə. Deməli bura 50 dərəcə bura olacaq, 50 dərəcə də bura. Bu sual tapmaq üçün 60 ilə 50. 110 dərəcə, 180-dən də 110 çıxırıq, burada olur 70 dərəcə. Suallara cavab verin. ABC bərabər tərəfli üçbucağının, bu bərabər tərəfli üçbucağımız A, B, C. A təpəsindən çəkilən median deməli tərəfi yarıya böldü.
12 olarsa, B təpəsindən çəkilən hündürlüyü nə qədər olar? Bilirik ki, bərabər tərəfli üçbucaq həm də bərabər yanlıdır. Bərabər yanlıda təpədən çəkilmiş median həm tən bölən idi, həm hündürlük idi. Bərabər tərəflidə də hamısının tən bölən hündürlük, medianı bir-birinə bərabərdir. Bu median həm də hündürlükdür. Bu 12-dirsə, B təpəsindən çəkilən hündürlük də 12 olacaq. Yəni onun bərabər tərəfli üçbucağın bütün medianları, hündürlükləri, tən bölənləri bir-birinə bərabərdir. Həm də median, tən bölən, hündürlük üst-üstə düşürlər. Buna görə bu da 12 sm olacaq. Oturacağı AC olan bərabər yanlı. Oturacağı AC-dir. B yanları bərabər. Üçbucağının A təpəsindən çəkilən tən böləni C tən böləndir. Tən böləni 5 olarsa, C təpəsindən çəkilən tən böləni. Bunlar A və C təpələrindən çəkilən tən bölənlər uzunluqları eyni olacaq. Bu da olacaq 5. Çünki bu yan tərəflər bir-birinə bərabər idi. Bunlardan da eyni çəkilən tən bölənlər, bucaqlar da eyni olduqlarına görə bu tən bölənin də uzunluğu eyni olacaq. 15. BAC bucağının tən böləni üzərindəki N nöqtəsindən bucağın tərəflərinə NB və NC perpendikulyarları çəkilib. BAN 20 dərəcə, bura 20 dərəcə. ANC buranı tapmalıyıq. Bu 20-dirsə tən böləndir, burada 20 olacaq. Və ANC düz bucaqlı üç bucaqdır. Bunun iki bucağında cəmi 90 qalır. Çünki bu 90-dır. 180-dən 90 çıxdıq. Digər ikisinin cəmi də 90 olmalıdır deyə burada olur onda 70 dərəcə. Üç bucaq ABN və ACN olduğunu necə əsaslandırmaq olar? Tən bölən olduğuna görə bu bucaqla bu bucaq bərabərdir. Sonra bu bucaqları 90-dırsa, deməli onların digər bucaqlarında dərəcə ölçüləri bərabər olacaq. Yəni buradakı bucaqla bu bucaq da bir-birinə bərabər olacaq. Və AN də hər ikisində ortaq olduğuna görə biz tərəf və ona bitişik iki bucaq, yəni BTB əlamətinə görə alırıq ki, bu üç bucaqlar kongruentdir. NB kongruentdir NC olduğunu izah edin. Əgər bu üç bucaqlar kongruentdirsə, onda uyğun tərəfləri kongruentdir. Yəni bu üç bucaqlardan biz yazırıq AB kongruentdir AC, BN kongruentdir CN, BN ilə NB eyni uzunluqdur. NC ilə də CN eyni uzunluqdur. Yəni bu üç bucaqlar kongruent olduğuna görə tərəfləri də kongruent olacaq. Məktəb kinoteatrdan 350, muzey isə kinoteatrdan 200 metr məsafə. Şəklə əsasən məktəbdən muzeyə qədər məsafə hansı ola bilər? Üçbucaq bərabərsizliyinə görə bura x desək, bu x bu iki tərəfin cəmindən kiçik olmalıdır. 350 üzərinə gəl 200-dən kiçik olmalıdır. Yəni x kiçikdir 550. Hansı ola bilər? 550 ola bilməz, 600 ola bilməz, 450 ola bilər, 150 də ola bilər. Amma burada deməli biz 450-ni götürdük. 450 burada 2 kiçik idi. 150-ni götürməyəcəyik çünki burada 150 qeyd etsək əgər biz 150 ilə 200 bu iki kiçik 350-yə bərabər olur. Ona görə 150-ni də götürməyəcəyik. Sadəcə 450 dərəcə ola bilər. Biz bu bərabərsizliyə görə 550-dən kiçikləri seçdik. Amma onları da mütləq yoxlamalısınız görək ki, yerinə qoyanda
digər ikisinin də cəmi olurmu? Bu bərabərsizliyi ödəyirmi? AD parçası ABC üçbucağının hündürlüyüdür. Biz üzərində qeyd edək ki, bura düz bucaqdır. A, B, D bucağı 40 dərəcə. Bura 40 dərəcədir. DY parçası A, D, B bucağının tənböləni. Yəni bu bucaqla da bu bucaq bir-birinə bərabərdir. DY A bucağını, DY A bucağını. Yəni biz bu bucağı tapmalıyıq. Sual işarəsi qoydum. Əgər bucaq ADS 90-dırsa, bunun qonşusu da, yəni bax bu hissədə 90 olmalıdır. 90 da 2 yerə bölürük. Bura düşür 45 dərəcə. Çünki tənböləndir. Burada düşür 45 dərəcə. Üçbucağın xarici bucağı da, yəni BYD üçbucağının ona qonşu olmayan iki daxili bucağın cəmidir. Bura olur 85 dərəcə. Bizdən də elə DYA bucağını istəyirdi. DYA bucağı oldu 85 dərəcə. Bir də qeyd edirəm, BYD üçbucağının bu xarici bucağıdır. O da ona qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni 40 ilə 45-in cəminə bərabərdir. Kitabxanada 3 kitab şkafının düzülüşünün planı verilib. 1 və 2 bucaqları neçə dərəcə olarsa verilən rəflər paralel yerləşər. Kitabxanada 3 kitab şkafının düzülüşünün 1 və 2 bucaqları neçə dərəcə olarsa verilən rəflər paralel olar. Yəni bunlar, baxın, bunlar paralel olmalı. Bu üçü də paralel qeyd edək. Bu da onu kəsən bir düz xətt. Bu 50 ilə bura uyğun bucaqdır deyə olur 50 dərəcə. 1 isə onun qonşusu olduğuna görə bucaq 1 bərabər olacaq 130 dərəcə. Buranı tapdıq 130 dərəcə. Bu 130-dursa burada 130 dərəcə olacaq. Bunlar da belə. Bu 130-dursa bu da bununla uyğundur deyə 130 dərəcə olur. Bucaq 2 ilə bu 130 dərəcə isə daxili bir tərəfli bucaqlardır deyə bucaq 2 də bərabərdir. 180-dən 130-u çıxırıq 50 dərəcə. 1 130, bucaq 2 50 dərəcə olarsa verilən rəflər paralel olar.